Bir daha hər vaxtınız xeyir olsun, əziz futbol azarkeşləri. İkincisi də yenidən bir yerdəyik. Bir daha xatırladaq. Xəzər Futbol Liqasında 12-ci sezon qrup oyunları çərçivəsində bu görüşdə Zaqulba və Ultraslan komandaları üz-üzədir. Komandalar fasilə sülh bağlayaraq yollandılar. 1-1 oldu ilk hissənin yekun hesabı. Görə ikincisi də bizi nə gözləyir? Balazar Əsədullayev Ultraslanla hesabı açmışdı. Zaqulbada isə Salih Abdiyev hesabı bərabərləşdirməyə bacardı. Görə ikinci hissədə hesabda dəyişiklik olacaqmı? Dəyişiklik olacaqsa fərqlənən adlar kim olacaq? Və ən əsas məqam bu fasilədə edilən məşvərətin, söhbətin komandaya faydası necə yansıyacaq? İlk hissədən fərqli olaraq vəziyyətimə də görürəm, hansı ki Ultraslan niyyətində Ramiz Məmmədzadəni meydanda görürük. Oyunlar TikTokda canlı olduğu kimi YouTube üçün də çəkilir. Məhz bu gün oyunlar sabah tam icmal olaraq Xəzər Futbol Liqasının YouTube kanalında yayında olur. Daha keyfiyyətli formada və horizontal formada. Hansı ki bir qədər loru desəm yan ekranda. Elvin Mirzəyev Ələkbərli toxunsa da bu meydanda saxlamaq mümkün olmadı. Fasilədə hər zaman yayımız aşağı düşünürük. Zəhmət olmasa ekranımızı bir balaca bəyənək paylaşaq. 1000 bəyənmə bəs edər ki, yayım özünə gəlsin. Var olun, bəyənilər. Aşağıda artıq adlarınızı görürəm. 1000 bəyənmə bəs edər. Cahit. Balazar Əsədullayev və gol! Balazar Əsədullayev. Cavad Qarayevin məhsullar ötürməsində Balazar dubledir. Qapçının yanından topu torlara yolladı. İki-bir oldu. Ultraslan yenidən önə keçsə. Ultraslan 2, Zaqulba 1. Balazayev. Cahit. Salih Abdiyev. Zaqulbanda yeganə qolun müəllifidir. Ramiz qazandı, bir qədər ayaq saxladı Salaxayev və zərbələri var bu oyunçunun. Hansı ki Ramiz Məmmədzadən bəhs edirəm. Dəfələrlə onlardan qollar izləmişik. Baxımlı qollar izləmişik. Daha dəqiq belə qeyd edim. Cavad Qarayev. Cavad isə bu gün bəlkə də ən yaxşı oyunlarına birini keçirir. Hansı ki məhsuldarlıq baxımından həm də apardığı mübarizə baxımından bunu qeyd edirəm. Fərdi Əlizadə. Ramiz, Zahidi qatdı əmləyə. Fərdi Əlizadə dirəyə dəydi. İki hissədə də onun bir zərbəsi xatırladım ki, eynən məhz dirəyə dəymişdi. Ardar Dəmirlər izləyib Ultraslan adına. Elvin Mirzəyev. Eldar Əliyev. Əhməd Babayev yenidə Eldarla oynadı. Təzyiq etmək istəmir. Ultraslan komandası Eldar. Fərdi Əlizadə. Mir Yusif Həsənov. Ekran bəyənənlər var olun, bəyəndiyiniz üçün də məhz bir qədər artıq özünə gəlib. Suallarınız olduqca da çəkinmədən yazın. Bir daha xatırlatacağım. Yeni Suraxanı stadionda 12-ci sezonun qrup oyunları çərçivəsində bu görüşdə Zaqulba Ultraslan komandaları üzrə Ultraslanın 2-1'li üstünlüyü var Zaqulba önündə. İki hissədə də hesab Ultraslan kollektivi açmış. Hansı ki elə Balazar Əsədullayevin qolunda. Daha sonra Salih Abdiyev hesabı bərabərləşdirdi və ikinci hissədə də bərabərlik pozan oyuncu Balazar Əsədullayev olur. Bunu rəsmiləşdirib artıq. Burada bir müdaxilə, korner. Cahit. Cahit itirdi, Ceyhun uğurladı. Ceyhun Yusiflə ötürməm. Salim. Son anda Fərdi Əlizadə özünü çatdırdı. Korner.
Ramzi meydan daxil olmasından sonra Cahit bir qədər cinaha çəkilib. Bir top etkisi Balazar Əsədullayev daşıdı. Əsədullayev tirdi zərbənkinin referi bildirir ki, top bayıtı müdaxilə. Elvin Mirzəyev əl-ələk verdi. Balazar yerdə qalıb, indi referi qarşılaşmanı saxladı. Bu epizodda komanda yoldaşının əmləçisindən narazı görünür. Yəni onun jest mimikasında bunu anladım. Hansı ki, cinahda boşda özünü göstərir, tamam. Balazar mərkəzə çəkilib özü zərbə indirmək istəyir. Bir qədər xəsis davrandı desəm, yəqin ki, yerində olar. Ceyhun Yusifli, Elvin Mirzəyev. Yerinə yetirilməlidir Ceyhun. Elvin Mirzəyev. Eldarla oynadı. Eldar Əliyev. Elvin Mirzəyev. Qapanıb Ultraslan tərəfi. Daha çox bu dəqiqələrdə eksizm və kontratakda üstünlük vermək istəyir. Asif Məmmədzadənin komandası. Ultraslan 2-1 hesabı önündədir. Zagulba önündə. Eldar Əliyev. Toxunuş var indi deyəsən, bəli. Korner olacaq. Ekran bəyənməmiz 15.000 edək, 13.500'dür. Zəhmət olmasa bəyənənlər minnətlər, amma aşağıdalarınızı görürəm. Suallarınız olursa da yazın. Cavad Qarayev. Miryosif Əsərov. Topu rəqinə vur meydandan çıxardı. Zagulbanın da Ceyhun. Əhməd Babayev özünü göstərdi. Babayev. Zinat Əşli Elvin Mirzəyev. Elvin topu meydanda saxlaya bilmir və səhv etmirəmsə topu Elvindən meydanı tərk etmişdi. Bəli. Bir gözündə referdəydi. Fəqan Kərimin mənlə fikirdi bu epizodda. Cahit. Yeni Suraxanı stadionunda Ultraslanın 2-1'li üstünlüğü var Zagulba önündə. Ultraslan tərəfi fərqi 2'ye yüksəldərək daha rahat mübarizə aparmaq istəyir. Zagulba isə ən azından bərabərlik olur. Əminəm ki, hər iki tərəf bugün bu mübarizəyə yalnız və yalnız qələbə üçün meydana çıxıblar. Görə qələbəni kim qazanacaq? Yoxsa ilk hissədəki yekun hesabımı görəcəyik. Komandalar son olaraq sülhünü bağlayacaqlar. Bu sualların cavabını isə artıq təxmin olaraq 16 dəqiqə sonra tapacağıq. Refer bəqləri gözlədikdən sonra qayda pozuntusu qeyd alır. Deməli, burada qaydanı pozmuşdum. 13.800 oldu. 15.000 edərək 20.000 demirəm bax. 15.000 edərək ekran bəyənməmiz sonra deyənək. Çox bir bəyənmə deyil. Zəhmət olmasa bəyənək. Referi üstünlüyə buraxdı. Yerlə zərbə Miryosif Əsənov kəmlədi. Mənimsəməyi bacarır. Salih qarşı qayda pozulmuşdu top. Zagulba oyuncularında qaldığı üçün referi davam etdirdi. Siz bəyəndiksə yayım qalxır. Odur ki, daha çox kütlə qarşısına çıxır. Daha çox şəxsizlik. Elə görüşlər mənim də bəyənməni istəmə səbəbim budur. Zinat Əşli Əsədullayev. Bəlkə də ilk epizodda zərbə indirsəydi, fərqli senari izləyə bilərdik. Müdafiə artıq mövqe tutub, qapanıb. Outdur məncə bu. Siz zərbə indirə bilmir. Fərdi Əlizadə. Fərid bir rəqibindən yayındı, zərbə alınmır. Eldar Əliyev göz gəzdirdi. Meydan rəqibinin səsini sesi görmədi, qısa ötürmə ilə başladı. Vəliyev. Ceyhun Yusifli. Var olun ekran beynənlər, minnətlərim, aşağıdalarınızı görəm. Hər birinizə əlbəttə təşəkkürümü bildirirəm. Meydanın sol tərəfdə Zagulba, sağ tərəfdə Ultraslan çıxış edir. Yeni Suraxanı stadionda Ultraslan 2-1 hesablı öndədir Zagulba önündə. Burada isə topu meydanda saxlamaq mümkün olmur.
Rəşad, çox sağ ol. Zahid axırıncısan, Zahid. Cahit, Cavad Qarayev çətin vəziyyət olsa da ötürməsini verməyə bacardı. Cahit Cinata Balazayır tapdı. Əsədullayev ayaq saxladı, Balazayır və gol! Balazayır, Əsədullayev ettirik edir komandasının və özünün 3-cü qolu. İlk səhdə rəqibini yola saldı. Daha sonra zərbə indirdi. Eldar məyus etməyi bacardı. Qapıya doğru həmlə. Fərdibada bu qoldumu? Mərkəzdən Zənib Zeynəsar götürməlidir. Meydanda 2 top var idi. Bəli, təbii ki bu qol qeydə alınmadı. Bir anlıq hər ehtimala məhz Fəqan Kərimova baxış atdım. Orada Laçın Mirzəyevi biz meydanda görürük. Xətər Ramazanlı artıq onu da meydana bıraktı. Yusuf Həsənov. Balazayır. İskolla barışmaq istəmir. Poker etmək istəyir Cahit. Laçın Mirzəyev. Yamunativ təzyiq edirdi. 2 gol Miramini Məhsuldar ötürməsinə gəlmişdi. Bunu da qeyd edək. Təxmin olaraq görüşün bitməsinə 13 dəqiqəyə yaxın bir müddət qalıb. Demək olar ki, ikinci səndə yarılamışıq artıq. Hesab 3-1'dir. Yine Suraxanı stadionda Ultraslan Balazayir'in qolları ilə Zagulbanı üstələməyə bacarıb. Eldar Əliyev, Ceyn Yusifli feyk attı rəqibinə. Fərdi Badov Badova qarşı qayda pozulmuşdu. Ultraslan 3 Fərdi Badov, Mir Yusif elə diqqətlidir. Bir qapıdan digər qapıya zərbəni də izlədik. Qapçının Eldarın ön istiqamət olduğunu gördünüz. O zərbə bu yönümlüydü, amma nəticə hasil olmur. Yeni Suraxanı stadionda Ultraslan 3 Zagulba 1 və qeyd edim Eldar Əliyev Ceyn Yeganla doğru itirmə Laçına düşünmüşdü, yaxşı düşünmüşdü. Fərdəlizadənin müdaxiləsi var idi. Alt yerinə itirilməlidir Laçın, Fərdə çatmır. Zagulbada qaldı Ceyn. Eldar Əliyev. Eldar. Alınmadı, qapı boşluq. Dəyənəndirmə olar Mir Raminadiyev. Ceyn açısını sığortaladı artıq. Risk almağa başlayıb Zagulba tərəfi. Amma zənnimcə bu riskə ehtiyac yoxdur. Kifayət qədər vaxt var. Hesab arasındakı fərq elə də böyük deyil. Top itkisi Cahit. Balazayirə doğru Əsədullayev. Qarşılıqlı top itkisi izlədik. Ceyn rəqibinə yayındı Vəliyev. Vəliyev! Bir dəqiqəli taymat isə. Yeni gələnlərimizi xoş gördük. Hesab 3-1'dir. Ultraslan 3, Zagulba 1. Bu fasilədə sözlü sualınız varsa yazın, mən də cavablandırın. Burada bizim beni sevlərimiz də var. Onlar da ataraq alma dəstək ola bilərsiniz. Bəyənər, sizlərə isə ayrıca minnətdaram. Aşağıda dardız verəm. Var olun. Bu 12-ci sezondur. Bundan öncə 14-cü sezon, bundan sonra 14-cü sezonun digər qarşılaşması başlayacaq. 12-ci sezonda Zagulba və Ultraslan qrup oyunları çərçivəsində bu komandalar üz-üzədir. Son qrup oyunlarıdır. Artıq növbəti həftədən play-off mərhələlərinə keçid edəcəyik.
Taymat bitir artıq. Oyun bərpa olunacaq. Miryusif Həsənov. Ceyn Yusifli. Əlel Əkbərli, Salih Abdiyev. Zeynə çatmadı Cavad Qarayev. Dəfədə bugün çox yaxşı mübarizə aparır. Səhvsiz və səliqəli çıxışlar dəfəklənir. Hətta məhsuldar ötürməli də qalıb bütün dəqiqələr ərzində Miryusif Həsənov. Bu yoldaşlıq görüşü deyil ki, bu da məhz turnirdə. Xəzər Futbol Liqasında bu 12-ci sezon qrup oyunları çərçivəsində baş tutur. 14-cü sezon açılış oyunu ilk tur isə bundan öncəki qarşılaşmada Yeni Ramana və Şvalan arasında oynanıldı. Şvalan kollektivi 3-2 hesabla qələbə qazandı. Bundan sonra da məhz 14-cü sezonun digər qarşılaşması veteranlar və Laçın görüşü olacaq. Bunun da müjdəsini verək. Zərbə qapıya. Bu arada taymatdan sonra Xətai Ramazanlı Afça vəziyyət edib. Tural Vəliyev qapçı oyuncu kimi davam edəcək. Eldar əvəzlədi. Ramazanlı risklər edir. Bu görüşdə ancaq qələbə arzuluyur. Arzularına çatacaqmı? Vəliyev artırması keçmədi. Vəliyev səhvini düzəldir. Fərdi Badov qazandılar. Ceyn Yusifli, Fərdi Badov. Miryusif Həsənov. Laçın komandası burada tanınan oyuncular var. Seyranı tanıyırsanız. Kimi? Seyran. Seyranı? Zonada da oynayırdı ya Seyran. Hə, bildim. Rəqam usta oyundadır. Baxacağım, oyundan sonra baxacağım da 2 dəqiqə baxarım. Eyni şeylər çox. Yazmışam nömrələr. 2 nəfər nömrəsi eyni. Ceyn Yusifli. Elvin Mirzəyev. Ceyn Yusifli. Əli zərbə Miryusif. Korner. İlk tur açılış oyunuyla başladı. Məhz Xəzər Futbol Liqasında bütün mövsümlər açılış oyunları məhz ilk tur, ilk oyun bir qədər fərqli olur. Hansı ki, Çempionlar Liqasının indi sadalı altında komandalar meydana daxil olur. Daha sonra Azərbaycan Respublikasının milli səslanmaları son olaraq şəhidlərimizin xatirəsinə bir dəqiqələ sükut olur. Son bir qədər gecikmə olur da özlərimizə başa düşüləndə. Məhz bunun timsalında da qeyd edim ki, Xəzər Futbol Liqasının bütün mövsümləri, bütün sezonları şəhidlərin xatirəsinə solunur və məsələ nəzdində bir daha şəhidlərimiz Allahdan rəhmət, qazilərimizə şəfa diləyək. Xatırlatdığım üçün Gülməməd, sənə də təşəkkürümü bildirirəm. Alt yerinə yetirilməlidir. Tural Vəliyev orada görüşdə son 5 dəqiqə yenə Suraxanı stadionunda Ultraslan məhz 3-1 hesabı ilə öndədir Zaqul boyununda. Zənimcə bir qol məhz əgər
Zaqulbadla gələrsə, son dəqiqələr daha maraqlı keçəcək. Bir qədər komanda daha da vəsnən davada ümidlənəcək. Hər minimum indiyə zaman. Təbii ki, Ultrasan tərəfi də fərqi bir qədər də artıraraq rəqibin o qalan ümidlərini də qırmaq istəyir. Görə kim istədiyinə nail olacaq. Korner. Miram Nadiyev. Balazar top ələ keçirdi. Əsədullayev. Miramin komanda yoldaşını səslədi. Balazar ötürmə də verə bilərdi. Referi bir qədər tələsir Ultrasan tərəfini. Hadiyev topun arxasında yollandı. Duran top şansını o yerinə yetirəcək. Qarşısına paralel ötürmə qapısının müdaxiləsi vardı. Cavad Qarev. Ceyhun meydana çıxardı out. Mehdi Xan Ağayev. Fərdi Əlizadə. Fərdi özü zərbə endirə bilər Əlizadə. Əl Əkbərli Cina dəyişili. Ceyhun Yusifli. Vəliyev. Əl Əkbərli. Ceyhun. Elvin Mirzeyev. Ceyhun Yusifli. Vəliyev. Tam şəkildə qapanıb Ultrasan tərəfi. Korner. Yeni gelenler bizi hoş gördük. Milyosif uzandı. Adiyev. Miramin Adiyev ve gol! Üzərimizə bu gol uydu. Peyğan Kərimov da vara baxacaq. Hələ ki, qol qeydə alınmayıb, mübarizə davam edir. Top meydan tərk edən zaman vara müraciət edilə bilər. Bəli. Divara baxılacaq. Referi vara baxdı və mərkəzi göstərir. Sözüm öz səsliğini tapdı. Həqiqətən də mən durduğum nöqtədən topun qapıdan keçdiyini gördüm və qol qeydə alınır. Miramin Adiyev çox baxımlı bir qola imza atır. Uzaqlaşdırmaq həmləsi Vəliyevin daxil etməyi uğursuz alındı və top içəri dirəkdən qapıya daxil oldu. Varda da baxdığından sonra həqiqətən də topun qapıdan keçdiyini tam şəkildə gördük. Vəliyev. Artıq zənnimizə qeyd etmək olar ki, məhz Ultrasan tərəfinə qələbədən saniyələr ayrı. Çünki son dəqiqə oynanılır görüşdə. Başla zərbəcəkdə alınmadı. Siz də həmin o qol epizodunu, vara baxılan epizodu görmək istəyirsinizsə, eyni adlı kanalda Xəzər Futbol Liqasının YouTube kanalından sabah həmin bu görüşə nəzər yetirə bilərsiniz. Ferdi Batov, bir Yusuf Həsənov. Özel bir planşon, golkiper. Komandasını qoldan xilas edir. Belə bu son əmli oldu, son cəhd oldu. Referi qarşılaşmanı bitirdi. Araqlı mübarizə izlədi, qələbə
Ultraslandan yana olur. Gözəl oyunçular iki komandaya təşəkkür edir və növbəti oyunlarda uğurlar arzu edirik. Sağ olun, salamat qalın. Sağ olun.